insanlar ümumiyyətlə dəyişir. Ola bilsin, o yaşda onlara 500 manat pul verir, onlar cahil olurlar. Cahillik də yaxşı deyil. Cahillik, biz bugün bu yaşda... Təkəbbürlük yaxşı bir şey deyil. Yaxşı bir şey deyil. Mən gələcəm, balamıza da gələcəm. Bu günləri təsəvvürümüzə aparın. O qədər yerlər dəyişik düşüb ki, mən sadəcə olaraq, ümumiyyətlə, uşaqlıqda çox dalaşqan olmuşam. Amma yaşa dolduqca rahatlaşmışam. Allahımı tanımışam, evladımı, nəvələr və ilaxır və s. İnsan mütləq hansı yaşda olur olsun özünə hörmət qoymalıdır. Biz bugün 6 ay özümdən böyük olan insana, and olsun Allaha, çox böyük hörmətlə yanaşıram. Hətta onun yanında utanıram. Və sahib mənim 40 illik dostumdur. Bəzən 5 yaş məndən balacadır. Bəzən sahib məndən 5 yaş böyük olur müəyyən yerlərdə. Verdiyi töhfələr, verdiyi məsləhətlərdə. Müəyyən yerlər var. Seymur bizim balamızdır. Mən onun atasından dostum Elşənlə. O çox tərbiyəli bir ailədəndir. Təsəvvür etmədiyiniz qədər bir tərbiyəli ailədən. Tanıdığıma görə deyirəm. İndi mən bilmirəm, yenə deyirəm, ola bilər o yaşı azdır, uşaqdır. O, mənim nəvəmin 12 yaşı var, nəvəmdən 12 yaş böyükdür. Ola bilər. Ola bilər, bəlkə zaman gələcək, inanıram ki, o elədiyi hərəkətə peşman olacaq. Çox peşman olacaq. Çünki o elə bir ailədəndir ki, şəxsən onu yaraşdırmadım mən. Can sağlığı versin. Yaraşdırmadım. Anasına can sağlığı versin. Yaraşdırmadım. Vasim Mən bilirsiniz nəyə qınıyıram İldar müəllim? Mən öz həmkarlarımı qınıyıram ki, biz niyə görə cavanları bu qədər söz sahibi elədik? Onlar pul verib efirə çıxırlar deyənmi? Onun atası da bir yerdə söz deyib ki, oğlum yaraşmaz ona. Onun atası eşitdiyimə görə çox yaxşı kişidir. Çox yaxşı insan. Çox hörmətli oğlandır öz rayonlarında. Allah nəsib eləyər, tanış olarsa... Yox, mənim Seymurla da, baxın, Seymuru məni ilk qıcıqlandıran bir neçə vaxtından öncə yenə də Zaurun verişində bəzi müğənnilərə pis baxmağı idi. Hətta mən bir status yazmışdım, o bilir. Hətta bura İbo'nun verişinə gələndə o mənimlə salamlaşmadı, mən də oyna. Yəni, mənim bir gənc mənə salam verdi, o verdi, nəm o birisi, bu məncə var. Sənəti var. Amma sən hələ bir növrəsi təzə tökülmüş bitonsan. Hələ bilinmir o biton çat verəcək, verməyəcək. Bu sənətdə sözü bitməyən. Baxın, YouTube getdi, o milyonlarla baxış işgə maraqlı oldu. Ya çıxdılar, bilər ki, biz 50 min, ay bulan, Aygün bəylərin hər dəfə də deyirəm, səhifəsində 16 min izləyicisi var idi Instagramda. Amma Aygün bəylər 160 ildə bundan sonra yada düşəcək. Amma siz pul verib, ümumiyyətcə pul verən müğənnilərdə deyib, efirə çıxmasın, siz heç kimin yadında deyilsiniz. Siz hələ də özünüzü xalqa pulla tanıtdırırsınız. Deməyin ki, istedadıq, bizi çağırmın. Mən çağırıram istedadlar. Mən 3 ay toylar kralı elədim. Bütün Azərbaycan bölgələrinə 30'a yaxın müğənni gəldi. Birindən də bir manat almadım. Bir dənə də SMS vermədilər. Mənim keçmiş rəhbərimdir ki, mən istəmirəm. Kimsə getsin, malqarasını satsın, SMS-ə qoysun. Sonra mənə qarğış eləsin. İstəmirəm, dedi. 3 ay olar, biri mənə bir kilo şor gətirdi. Biri nə bilim bir karıpqınlar gətirdi. Valla mənim pulum yoxdur, şorları alım. Amma bu günləri bu adət halına alıb. Dünən dünənləri Gülüstan xanıma... Tole, mən fikrimi yekunlaşdırıram, çox üzr istəyirəm. Mən Seymura zəng eləmişəm ki, qardaş oğlu, səndən işim var. Seymur gələcək mənim yanıma. Və mən bir əmsi kimi, bu sənətdə olan bir insan kimi, həm mənim üçün hər yer Akstafa Qazaxdır, amma o torpaqdan olduğum üçün mən onu yaxşı mənada danlayacağım. O səhv elədi. Çünki Vasim Mərəmli illərin sənətkarı səhnədə oturub, bu günləri Seymur elədi, səhər başqa bir o birisi, biz dəyərlərimizi itiririk. Əsas odur ki, o tərbiyəli ailənin evladıdır, onu yola gətirmək olar. Ancaq bayaq dediyim kimi, o qədər mənim yetərincə yaşım, ömrümü 70-80 faizini yaşamışam. Mənim özümə bu günləri salamı pulunla verirlər. Sənin başına dönüm. Hansı ki 1000 il onların salamı mənə lazım deyil. 1000 ilindən sonra da sadəcə olaraq bu yolun yaxşı olmadığı, suyun kirli olmağı mənə xoş gəlmir.